Zəbur 31-ci məzmur. Musiqi rəhbəri üçün Davudun məzmuru. Ya Rəbb, sənə pənah gətirirəm. Heç vaxt məni xəcalətdə qoyma. Ədalətinlə məni xilas elə. Qulağını mənə tərəf çevir, məni tez azad elə. Bir qaya ol, qoy sığınım, möhkəm bir qala ol, qoy qurtulum. Çünki qayam da sən, qalam da sənsən. Öz ismin naminə mənə yol göstərib rəhbərlik elə. Məni qarşımda qurulan gizli tordan hifz elə. Çünki sən mənim sığınacağımsan. Ruhumu sənin əlinə verirəm, ya Rəbb, sadiq Allah, sən məni azad elə. Boş şey olan bütlərə pərəstiş eləyənlərə nifrət eləyirəm. Mən Rəbbə güvənirəm. Mən sənin məhəbbətində şad olub sevinəcəyəm. Çünki məzlum halımı görmüsən, çəkdiyim əzabı bilmisən. Məni düşmənə təslim eləmədin. Genişlikdə gəzdirdin. Ya Rəbb, mənə rəhm elə. Çünki əzabdayam. Kədərdən gözüm, qəlbim, bədənim quruyub, ömrüm qüssə ilə, illərim ah-nalə ilə keçir. Təqsirimə görə taqətim qalmayıb, sümüklərim quruyub. Bütün düşmənlərim mənə təni eləyir, qonşularımsa onlardan daha betərdir. Tanışlarım məni görərkən dəhşətə düşür, məni küçələrdə görənlər məndən qaçır. Ölü bir adam kimi unudulmuşam. Çilik-çilik qırılan bir qaba oxşayıram. Çox adamların pıçıltısını eşidirəm, hər tərəfimi dəhşət alıb, hamı əleyhimə əlbir olub, canımı almaq üçün qəsd qurub. Ya Rəbb, yalnız sənə güvənirəm. Dedim, Allahımsan sən. Mənim hər anım sənin əlindədir. Düşmənlərimin, təqibçilərimin əlindən məni azad elə. Bəndənin üstünə üzünün nurunu sal, məhəbbətinlə məni qutar. Ya Rəbb, məni xəcalətdə qoyma. Çünki səni çağırıram. Qoy pislər utansın. Qoy ölülər diyarında səsləri batsın. Təkəbbürlə, həqarətlə yalan danışan, salihlərə böhtan atan dillər lal olsun. Xeyrxahlığın nə qədər böyüdü. Bunu səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında sənə pənah gətirənlərə xeyrxahlıq elədin. Onları insanların qəsdlərindən hüzurunda sığındırırsan. Böhtançı dillərə qarşı çardağında gizlədirsən. Qoy Rəbbə alqış olsun. Çünki mühasirəyə düşən şəhərdə məhəbbətini xariqələrlə mənə göstərdi. Mən təlaşa düşüb demişdim, sənin gözlərinin önündən kənara atıldım. Lakin səni imdada çağıranda yalvarış səsimi eşitdin. Rəbbi sevin. Siz, ey bütün möminlər. Rəbb həmişə ona sadiq qalanı qoruyur. Təkəbbürlü insana isə layiq olduğunu verir. Ey Rəbbə ümid bağlayan bütün insanlar, möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun.